Allah bilir. Qadın bəzənməyə yəni hətta yüngül bəzənməyə də şəriətdə qadağanında icazə gəlmir. Yəni kosmetikdən yüngül istifadə. Yox, qadın bəzənə bilər. Əksinə bəzənməlidir. Qadın özünə baxmalıdır. Kişi də. Sadəcə qadın bəzənməlidir əri üçün. Əri üçün. Məsələn, evə gələndə əri bəzənsin. Amma görürsən ki, evdə bəzənmir, çölə çıxanda bəzənir. Bəzi qadınlar deyir ki, məsələn, üzlərində müəyyən qüsurlar var deyir ki, yəni yüngül istifadə eləməyə en azından çünki deyir kompleks. Yəni bilinməyən cəhətdə, bilinməyən hətta. Belə qadın məsələn abartılı deyirlər. Bəzənib bayıra çıxmağı düzgün deyil. Hətta ətir vuran Peyğəmbər sallallahu əleyhi və səlləm pis söz deyib o qadın barədə. Ətir vurub çıxmaq barədə. O ətir də vura bilər qadın, bəzənə də bilər, heç bir problem yoxdur, lakin əri üçün. Aydındır. Ümumiyyətlə qadın ne üçün məsələn kişi səfərdən gələndə birinci xəbər göndərir evə. Hikmətlərdən biri ki, gedər birdən qadın açar qapının, qadını xoşagəlməz halda görər, qəlbi soyuyar. Xəbər göndərir ki, gələm. Qadın o vaxtda hazırlaşır. Sən bəzənir və s. Aydındır qardaşlar. Burada hikmət var, hamısı hikmətdir.